Salam, bugün mən sizə növbəti video dərsimizi qeyd edim. Coğrafiya test toplusu, müəllimlərin işə qəbulu, sertifikasiya, abituriyent, olimpiyadaya hazırlıq üzrə Elvin Sultanovun və 2023-2024-cü il 2-ci nəşr test toplusundan səhifə 82-dən başlayaraq demək bir neçə məsələlərin izahını verəcəyəm. Digər məsələlərin izahını YouTube-a yükləmişəm. Kanalıma abunə olub həmin məsələlərin izahına baxa bilərsiniz. Məsələ 40-a baxaq. 6-cı saat qurşağının orta meridianından 40 dərəcə qərbdə yerləşən A məntəqəsində saat 22:35-dir. Yerli vaxtı bu məntəqədən 5 saat 44 dəqiqə irəli olan məntəqənin hansı uzunluqda yerləşdiyini və məntəqələr arasında qurşaq vaxt fərqini tapın. Əvvəlcə biz fikir verək, biz bilirik ki, yer kürəsi öz oxu ətrafında tam dövrəni 360 dərəcəyə dönür. Yəni 24 saat qurşağı vardır. Fikir versək, 0-cı saat qurşağından 12-ci saat qurşağına qədər şərq yarımkürəsi, 12-ci saat qurşağından artıq qərb tərəfə keçiriksə, qərb yarımkürəsi adlanır. Və dərəcə ilə fikir versək, 180 dərəcəyə qədər yenə də şərq yarımkürəsi, 180 dərəcədən artıq qərb istiqamətə hərəkət ediriksə, qərb yarımkürəsində yerləşir. Və bir də biz meridianlara, saat qurşaqlarına fikir versək, 0-cı saat qurşağının sərhədlərinə baxsaq, şərq yarımkürəsində 7,5 dərəcə şərq uzunluğu, qərb yarımkürəsində 7,5 dərəcə qərb uzunluğu. Yəni, bir saat qurşağı 15 dərəcə, yəni orta meridianı 15 dərəcədir. 15 dərəcə qəbul edir. Yəni, yer kürəsi öz oxu ətrafında 1 saata 15 dərəcə dönür. Yəni 15 dərəcə dönməsi üçün 1 saat vaxt lazımdır. Və beləcə, baxın 7,5 dərəcə, orta meridianı 15 dərəcə, üzərinə gəldik 7,5 dərəcəni tapırıq sərhədlərini. Yəni 1-ci saat qurşağının sərhəddə olur 22,5 dərəcə şərq uzunluğu və 7,5 dərəcə şərq uzunluğu və beləcə arta gedir. Və indi məsələmizə keçək. 6-cı saat qurşağının orta meridianı. Baxın, gəlin tənasib yolundan bu cür tapaq. 6-cı saat qurşağının tənasib yolundan həll edək. 1 saata 15 dərəcə dönürsə 6 saata x. Buradan tapırıq 90 dərəcə şərq uzunluğu. Deməli, 6-cı saat qurşağının orta meridianı 90 dərəcə şərq uzunluğu edər. Və qeyd edir ki, qərbdə yerləşən. Yəni 40 dərəcə qərbdə yerləşən. 40 dərəcə qərbdə yerləşən deyirsə 50 dərəcə şərq uzunluğuna gəlib çatır. Yəni A məntəqəsi yerləşir 50 dərəcə şərq uzunluğunda. Sonra qeyd edir ki, A məntəqəsində saat 22:35-dir. Yerli vaxtı bu məntəqədən 5 saat 44 dəqiqə irəli olan məntəqənin hansı uzunluqda yerləşdiyini və məntəqələr arasındakı qurşaq vaxt fərqini tapaq. 5 saat 44 dəqiqəni biz çeviririk dərəcəyə. Yenə də bayaqki kimi tənasib yolundan 1 saat 15 dərəcə dönürsə 5 saata x. Buradan tapırıq 75 dərəcə. Bizim dəqiqəmiz var idi 44 dəqiqə. 1 dərəcə dönməsi üçün, daha doğrusu 4 dəqiqə vaxt lazımdırsa 44 dərəcə dəqiqə x. Buradan tapırıq 11 dərəcə. Deməli, 11 dərəcə bizə vaxt lazımdır. 75 dərəcə üzərinə gəlirəm. Baxın, burada 75 dərəcəni tapmışdıq. Üzərinə gəlirəm 11 dərəcəni, tapıram 86 dərəcə. 50 dərəcənin üzərinə gəlirəm 86 dərəcəni. Tapıram 136 dərəcə şərq uzunluğunu tapmış oluram. Yəni, əgər dərəcə fərqi 86 dərəcədirsə, demək, çatdığımız məntəqə 136 dərəcə şərq uzunluğunda olar. Bizə soruşur ki, qurşaq vaxt fərqini, məntəqələr arasında qurşaq vaxt fərqi. Yenə də tənasib qururuq. 1 saata, baxın, bayaq qeyd etdik, demək, 1 saata 15 dərəcə dönür, 86 dərəcə x. Buradan 86-nı 15-ə bölürük. Buradan tapırıq, demək, 5. Qalığa fikir versək 11. Əgər qalıqda 11-dirsə, yəni 7,5-dən böyükdürsə,
üzərinə 1 gəlirik. Çünki biz qurşaq vaxt fərqini tapmaq istəyirik. 5-in üzərinə 1 gələndə 6 və şərq yarımkürəsində olduğu kimi saxlayırıq. Deməli, 6-cı saat qurşağında qurşaq vaxt fərqi 6 saat olar və qeyd edir hansı uzunluqda deyirsə 136 dərəcəyə şərq uzunluğu, qurşaq vaxt fərqi də 6 saat olar. Məsələ 41-ə baxaq. Coğrafi koordinatları 46 dərəcə şimal enliyi, 5 dərəcə şərq uzunluğu olan Lyon şəhərində yerli vaxtlı saat 14:45-dir. Bu zaman Şanxay şəhərində, burada coğrafi koordinatlar verilmişdir, yerli vaxtlı saat neçədir? Lyon şəhəri yerləşir. Məsələni həll edəndə həmişə fikir vermək lazımdır. Birinci demək çəkirik, göstəririk. Yəni 5 dərəcə şərq uzunluğunda saat 14:45-dir Lyon şəhərində. İndi isə Şanxay şəhərini tapaq. Şanxay şəhəri 121 dərəcə şərq uzunluğunda yerləşir. Coğrafi koordinatlar da verilmişdir. Baxın, demək ki, Lyon şəhəri 46 dərəcə şimal enliyində yerləşir. Şanxay şəhəri isə 31 dərəcə şimal enliyində yerləşir. Və qeyd edək, birinci nə edirik? Yerli vaxtla saat neçədir? Saatı soruşur bizdən. Onlar arasında əvvəlcə dərəcə fərqini tapırıq. 5 dərəcə şərq uzunluğu, 121 dərəcə şərq uzunluğu. Aralarında dərəcə fərqi 116 dərəcə olar. Çünki ikisi də şərq yarımkürəsində yerləşir. Ona görə də çıxırıq. 116 dərəcə. 116 dərəcəni də çeviririk saata. Saata çevirəndə, baxın, demək buradan 1 saat 15 dərəcə dönürsə 116 dərəcə x, 116-nı 15-ə bölürük 7, qalıqda 11 qalır. 11 dərəcəni də biz çeviririk dəqiqəyə. Fikir versək, biz dərəcə bizə verilmişdir. 7 saat 44 dəqiqə edər. Və əgər Lyon şəhərində saat 14:45 olarsa, deməli, Şanxay şəhərində üzərinə gəlirəm 7:44-ü, saat fərqini tapıram, buradan tapıram 22:29-u tapmış olaram. Deməli, Şanxay şəhərində saat 22:29 olar. Məsələ 42-yə baxaq. Ekvator xətti üzərində Berlin şəhərindən 13 dərəcə şərq uzunluğunda yerləşir. Yenə də demək ki, qeyd edəcəyik. Qərbə tərəf demək 1110 km/saat sürətlə 4,5 saat uçan təyyarə hansı saat qurşağında yerə enər? Biz düsturumuzu bilirik, yəni əvvəlcə qeyd edək, şəhərlərimizin yerləşdiyi coğrafi koordinatları. Berlin şəhəri yerləşir 13 dərəcə şərq uzunluğunda yerləşir və bizə sürət verilmişdir. Biz sürət düsturundan bilirik ki, sürət tapmaq istəyiriksə yolu saata bölürük. Yəni yolun saata nisbəti. Buradan 1110 km/saatı bölürük, bərabərdir. Saata yazırıq 4,5 saat x. Buradan tənlik formasında həll edib tapırıq 4995 km. Bizim həqiqi məsafəmiz oldu 4995 km. Və qeyd edir ki, demək təyyarə hansı saat qurşağında yerə enər? Ekvator xətti üzrə hərəkət edirik. Ekvator xətti üzrə hərəkət ediriksə, 1 dərəcəlik qövsün uzunluğu 111 km-dirsə, 4995 km x. Buradan tapırıq 45 dərəcə. Deməli, 45 dərəcə biz hərəkət edirik. Və Berlin şəhəri 13 dərəcə şərq uzunluğunda yerləşirsə, demək 45 dərəcədən 13 dərəcəni çıxıb tapırıq. Məntəqəmiz yerləşir 32 dərəcə qərb uzunluğunda yerləşir. Çünki fikir versək, məntəqələr arasında dərəcə fərqi 45 dərəcədirsə, Berlin şəhəri 13 dərəcə şərq uzunluğunda yerləşirsə, digər məntəqə 32 dərəcə qərb uzunluğunda yerləşir. Və demək, qurşaq vaxt fərqini istəyirsə, yenə də tənasibi qururuq. 32-ni 15-ə bölürük 2, qalıqda 2 olduğu kimi saxlayırıq. Və qərb yarımkürəsində yerləşdiyi üçün 24-dən 2-ni çıxıb tapırıq 22. Deməli, 22-ci saat qurşağında yerləşir. Digər məntəqə 22-ci saat qurşağında yerləşir. Burada doğru cavabımız B variantında düzgün verilmişdir. Məsələ 43-ə baxaq.
Turistin Sidney şəhərindən 34 dərəcə cənub enliyi, 151 dərəcə şərq uzunluq. Burada qeyd edirik 34 dərəcə cənub enliyi və 151 dərəcə şərq uzunluğu. Və qeyd edir ki, 180 dərəcəlik azimutla, yəni cənuba doğru hərəkət etməliyik. 7770 km gedərək çatacağı məntəqənin coğrafi koordinatlarını və yerləşdiyi saat qurşağını tapın. Yəni biz cənuba doğru hərəkət etməliyik. Yəni meridian xətti üzrə hərəkət edirik. Meridian xətti üzrə hərəkət ediriksə, 1 dərəcəlik qövsün uzunluğu 111 km. 7770 km x. Buradan tapırıq 70 dərəcə. Deməli, baxın, bu ərazidən, baxın bu nöqtədən, yəni 151 dərəcə şərq uzunluğu, 34 dərəcə cənub enliyindən biz cənuba doğru 70 dərəcə hərəkət edirik. 70 dərəcə hərəkət edirik və fikir versək, bizim cənuba doğru hərəkət ediriksə, biz fikir versək, bizim həmişə coğrafi qütblərimiz, biz digər məsələ həllərində də həll etdik, 90 dərəcə qəbul edirik. Yəni, 34 dərəcə cənub enliyindən cənuba doğru hərəkət ediriksə, biz gəlib çatırıq cənub qütbünə. Cənub qütbünə çatıb və məntəqəmiz şərq yarımkürəsində yerləşirsə, deməli, biz artıq qərb yarımkürəsinə keçirik. Çünki cənub qütbündən artıq qərb istiqamətə hərəkət edirik. Ona görə də, baxın, 90 dərəcədən 34 dərəcəni çıxanda 56 dərəcə, yəni şərq yarımkürəsində 56 dərəcə, qərb yarımkürəsində 14 dərəcə hərəkət edib, çatırıq 76 dərəcə cənub enliyi. Deməli, bizim çatdığımız məntəqə 76 dərəcə cənub enliyi olar. Artıq qərb yarımkürəsinə keçmişik və 76 dərəcə cənub enliyi və biz qərb yarımkürəsinə keçiriksə, məntəqəmiz də 151 dərəcə şərq uzunluğuna hərəkət ediriksə, deməli, baxın, biz məntəqəmiz oldu 29 dərəcəni, 180 dərəcədən 151 dərəcəni çıxırıq, tapırıq 29 dərəcə qərb uzunluğu. Deməli, məntəqəmizin koordinatları oldu 76 dərəcə cənub enliyi, 29 dərəcə qərb uzunluğu və bizdən saat qurşağını istəyir. Saat qurşağını istəyirsə, yenə də tənasibi qurub tapırıq. Burada demək 1, 29 15-ə böləndə 1, qalıqda 14, yəni 7,5-dən böyükdür. Ona görə də üzərinə gəlirəm 1, tapırıq 2. Və qərb yarımkürəsində yerləşdiyi üçün 24-dən 2-ni çıxıb tapıram 22. Deməli, 22-ci saat qurşağında yerləşmiş olar. Məntəqəmizin coğrafi koordinatları oldu 76 dərəcə cənub enliyi, 29 dərəcə qərb uzunluğu və 22-ci saat qurşağında yerləşir. Məsələ 44-ə baxaq. Glasgow şəhərinin coğrafi koordinatları 55 dərəcə şimal enliyi, 4 dərəcə qərb uzunluğu. Dəqqə şəhərinin coğrafi koordinatları isə 24 dərəcə şimal enliyi, 90 dərəcə şərq uzunluğu. Bu şəhərlərin hansı saat qurşağında yerləşdiyi və onlar arasındakı yerli vaxt fərqini müəyyən edin. Saat qurşağı. Əvvəlcə baxın qeyd edirik. Glasgow şəhərini qeyd edirik və Dəqqə şəhərini qeyd edirik və coğrafi koordinatları qeyd edirik. Və onlar arasındakı dərəcə fərqini tapırıq. Müxtəlif yarımkürələrdə yerləşdiyi üçün toplayırıq 94 dərəcə. 94 dərəcəni də saata çeviririk. 94-ü 15-ə bölüb 6 qalıqda 4. Yenə 4-ü də 4 dərəcəni də dəqiqəyə çeviririk. 6 saat 16 dəqiqə edər. Aralarında zaman fərqi 6 saat 16 dəqiqə etdi. Və bizdən saat qurşaqlarını istəyir və aralarında yerli vaxt fərqini istəyir. Yerli vaxt fərqi, baxın, fikir versək, demək, yerli vaxt fərqini tapdıq 6 saat 16 dəqiqə və hansı demək, saat qurşaqlarında yerləşir? 90 dərəcə şərq uzunluğu, 90 dərəcə şərq uzunluğu 6-cı saat qurşağı edir. 6-cı saat qurşağı edir. Deməli, Dəqqə şəhəri 6-cı saat qurşağında yerləşir. Glasgow şəhəri isə 4 dərəcə qərb uzunluğunda. Fikir versək, 4 dərəcə qərb uzunluğu, baxın, biz bayaq qeyd etdik, 0-cı saat qurşağının
sərhədlərinə baxaq. 7,5 dərəcə qərb uzunluğu, 7,5 dərəcə şərq uzunluğu. 4 dərəcə qərb uzunluğu da baxın bu ərazilərdə yerləşər. Yəni 0-cı, yəni 24-cü saat qurşağında yerləşər. 23, 24, 24-cü saat qurşağında yerləşər. Məsələ, demək, digər məsələyə baxaq. 45-ə baxaq. 45-də nə deyir? Təyyarə 9 dərəcə şərq uzunluğunda yerləşən Milan şəhərindən 270 dərəcəlik azimutla, yəni qərbə doğru hərəkət edirik. 5 saat 40 dəqiqə uçduqdan sonra, yenə də baxın dərəcəyə çevirəcəyik saatımızı. B məntəqəsində yerə inmişdir. B məntəqəsinin yerləşdiyi saat qurşağını müəyyən edin. 9 dərəcə şərq uzunluğu və 5 saat 40 dəqiqə. 5 saat 40 dəqiqəni də biz saata çeviririk. 1 saatımız 15 dərəcə, 5 saat x, buradan 75 dərəcə. 40 dəqiqəni də çevirdik dərəcəyə, tapdıq 10 dərəcə. Topladıq 85 dərəcə. 85 dərəcə biz qərbə doğru hərəkət edirik. Qərbə doğru hərəkət etdikdə 76 dərəcə qərb uzunluğuna çatmış oluruq. Və deyir ki, B məntəqəsinin yerləşdiyi saat qurşağı. Yəni 76 dərəcəni, baxın burada da qeyd etdik. Demək 76 dərəcə qərb uzunluğu, 76 dərəcə qərb uzunluğu, demək bölürük 15-ə 5, qalıqda 1, qərb uzunluğunda yerləşdiyi üçün 24-dən 5-i çıxırıq, tapırıq 19. Deməli 19-cu saat qurşağında yerləşər. Baxın, buradan tapırıq 76 dərəcə qərb uzunluğu, doğrudan da sərhədlərinə fikir versək, 82,5 dərəcə qərb uzunluğu, 67,5 dərəcə qərb uzunluğu. Yəni sərhədləri bunlardır. 19-cu saat qurşağının orta meridianı 75 dərəcə qərb uzunluğudur və 76 dərəcə qərb uzunluğu yerləşir 19-cu saat qurşağında. Məsələ 46-ya baxaq. Qütb ulduzunun 40 dərəcə bucaq altında göründüyü, enlik üzərində yerləşən, aralarında vaxt fərqi 96 dəqiqə olan məntəqələr arasında məsafə 1,5 milyona nisbətli miqyaslı xəritə üzərində nə qədər olar? Yenə də bizdə xəritədəki məsafəni soruşur və qeyd edir 40 dərəcə. Qütb ulduzu. Qütb ulduzu baxın hansı bucaq altında görünürsə, deməli məntəqə yerləşir həmən enlikdə, yəni 40 dərəcə şimal enliyində uyğun gəlir. Və ancaq qütb ulduzu şimal yarımkürəsində yerləşən məntəqələr görə bilir qütb ulduzunu, yəni cənub yarımkürəsində görsənmir. Ona görə də 40 dərəcə şimal enliyində yerləşər. Və qeyd edir ki, aralarındakı vaxt fərqi 96 dəqiqə edir. 96 dəqiqə edirsə, baxın buradaydı. 96 dəqiqəni biz çeviririk saata. 1 saata 60 dəqiqə, 1 saatın içində 60 dəqiqə varsa, 96 dəqiqə x. Buradan 96-nı 60-a bölüb tapırıq 1 saat 36 dəqiqə. Deməli, 1 saat 36 dəqiqəni biz çeviririk, demək, dərəcəyə çeviririk. 1 saat 36 dəqiqə buradan. 1 saatımız 15 dərəcə edirsə, 1 saatımız 15 dərəcə, 1 dərəcəmiz 4 dəqiqəyə dönürsə, yer üzü ətrafında 36 dəqiqə x. Buradan tapırıq 9 dərəcə. 15 dərəcə, 9 dərəcə. Tapırıq 24 dərəcə. Deməli, aralarındakı dərəcə fərqi 24 dərəcə olar. Və məntəqəmiz 40 dərəcə şimal enliyində yerləşirsə, şimal enliyində, 40 dərəcəlik şimal enliyində, baxın, paralellər üzrə 1 dərəcəlik qövsün uzunluğu, yəni cədvəl formasında etmişdik. 0-cı paraleldə 10 dərəcə, 50 dərəcə, 20, 30, baxın, bunlar hamısı qeyd olunmuşdur. Bunları biz əzbərdən bilməliyik. 40 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometrdir. Və ona görə də 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometrdirsə, 24 dərəcə x buradan tapırıq. Biz həqqi məsafəmizi tapırıq. Həqqi məsafəmiz olur bu qədər və 1 santimetrdə miqyasımız da 1-in 5 milyona nisbətidirsə, biz 100 minə bölürük. 5 milyonu 100 minə böləndə, yəni 1 santimetrdə 50 kilometr. Buradan da miqyası tapırıq, həqqi məsafəmizi tapırıq.
Biz xəritədəki məsafəni tapmaq istəyiriksə, həqiqi məsafəni miqyasa bölürük. Buradan tapırıq xəritədəki məsafəmizi. Xəritədəki məsafəmiz təqribən 40,8 sm edir. Məsələ 47-yə baxaq. Londonda 1 fevral saat 5:15-dir. Bu zaman 95 dərəcə qərb uzunluğunda hansı gün və saat neçədir? London yerləşir 0-cı demək meridianda. Yəni 0-cı saat qurşağında yerləşir. Saat 5:15-dir. Digər məntəqə yerləşir demək 95 dərəcə qərb uzunluğunda. Aralarında dərəcə fərqi 95 dərəcədir. 95 dərəcədən çevirik saat fərqini tapırıq. Buradan 95-i 15-ə böləndə 6 və 5 dərəcəni də çevirik dəqiqəyə. 6 saat 20 dəqiqə edər. Deməli, aralarında saat neçə olar? London demək bu zaman 95 dərəcə qərb uzunluğunda saat demək 6 zaman fərqini çıxırıq. 6:20-dən çıxırıq Londondakı saatı. Londonda saat 5:15-dir. Buradan tapırıq 1:05-i və 24:00-dan çıxırıq 1:05-i. Tapırıq. Buradan 23:60 çıxılsın 1:05-i. 5 dəqiqə 22:55 dərəcə. Daha doğrusu 22 saat 55 dəqiqə edir və ayın tarixi də 31 yanvar olar. Çünki 1 fevraldırsa London şəhərində və deməli hələ həmin məntəqədə 31 yanvardır və saat 22:05-dir. Yəni səhər-səhərdir Londonda. Həmin məntəqədə isə axşam saatları 22:55-dir. Məsələ 50-yə baxaq. 16-cı saat qurşağında yerləşən Los Anceles şəhərindən yerli vaxtla 21 iyun saat 19:00-da havaya qalxan təyyarə 15 saatlıq uçuşdan sonra 3-cü saat qurşağında yerləşən İstanbul şəhərində yerə enmişdir. Təyyarə İstanbul şəhərində hansı tarix və saat neçədə yerə enmişdir? Və qeyd edək. Deməli, məntəqə yerləşir 16-cı saat qurşağı. 16-cı saat qurşağı bayaqki kimi tənasib qururuq. Buradan 240 dərəcə, 36 dərəcədən 240 dərəcəni çıxıb tapırıq 120 dərəcə qərb uzunluğu. Deməli, məntəqə yerləşdi. Los Anceles şəhəri yerləşdi 120 dərəcə qərb uzunluğunda yerləşmiş oldu. Və İstanbul şəhərinə 15 saatlıq uçuş etmişdir. 15 saatlıq uçuş etmişdir. Deməli, biz əvvəlcə nə edirik? Və 3-cü saat qurşağı deyirsə, 3-cü saat qurşağı İstanbul şəhəri. Buradan 1 saat 15 dərəcə dönürsə, 3 saat x. Buradan tapırıq 45 dərəcə şərq uzunluğu. Deməli, fikir versək, 3-cü saat qurşağının orta meridianı 45 dərəcə şərq uzunluğu olar. Sərhədləri də yerləşir 37,5 dərəcə şərq uzunluğu, 52,5 dərəcə şərq uzunluğu. Bir çox ədəbiyyatlarda, yəni burada İstanbul şəhəri 29 dərəcə şərq uzunluğunda qeyd olunur bir çox məsələ həllərində. Lakin burada 3-cü saat qurşağı qeyd edir, yəni 45 dərəcə şərq uzunluğu. 120 dərəcə şərq qərb uzunluğu ilə 45 dərəcə şərq uzunluğu arasında dərəcə fərqi 165 dərəcədir. 165 dərəcəni də çeviririk saata. Saata çevirəndə 11 saat edir. Əgər Los Anceles'da saat 19:00 21 iyundursa, deməli, baxın, əvvəlcə nə edirik? 24 saatdan çıxırıq 11 saata. Yəni zaman fərqini çıxırıq. Zaman fərqini çıxanda yerdə 13 saat qalır. Və bizə qeyd edir ki, 15 saat uçduqdan sonra, 15 saat uçub, düzdür? 15 saat uçduqdan sonra, yəni 15-dən 13-ü çıxırıq, tapırıq 2 saat. Yerdə 2 saat qalır. Və Los Anceles'da saat 19:00-dırsa, üzərinə 2 saata gəlib tapırıq 21 saat. Deməli, İstanbul şəhərində saat olar 21:00.
və demək ayın tarixini də soruşur bizdən. Ayın tarixi fikir versək 22 iyun tarixi edər. 22 iyun saat 21:00 edər. Məsələ 52-yə baxaq. Bu fikir versək ekvator xətti üzrə hərəkət edirik. Burada sxemə əsasən K məntəqəsində yerli vaxtı M məntəqəsindən K məntəqəsi yerli vaxtı M məntəqəsinin coğrafi uzunluğunu demək həm K məntəqəsində yerli vaxt, həm M məntəqəsinin coğrafi uzunluğunu müəyyən edin. K məntəqəsi yerləşir, L məntəqəsi yerləşir 10 dərəcə şərq uzunluğunda yerləşir. K məntəqəsi ilə L məntəqəsi arasında kilometr 2775 kilometr və biz indi həmən məntəqələr arasında saatı tapırıq. Baxın, fikir versək, dərəcə ilə fikir versək, bizə saatlarda verilmişdir. El məntəqəsində 14:10, M məntəqəsində 15:26. Saat fərqi 15:26-dan 14:10 çıxırıq. Buradan tapırıq 1 saat 16 dəqiqə. 1 saat 16 dəqiqəni də dərəcəyə çeviririk. 15 dərəcə, buradan da 1 saatımız 15 dərəcə, 16 dəqiqəni də dərəcəyə çevirəndə 4 dərəcə, toplayanda 19 dərəcə. 19 dərəcə edir. Və bir məntəqəmiz yerləşir 10 dərəcə şərq uzunluğunda. Deməli, digər məntəqəmiz yerləşər 29 dərəcə şərq uzunluğunda. Yəni, M məntəqə 29 dərəcə şərq uzunluğunda yerləşmiş olar. Aralarında dərəcə fərqi 19 dərəcədir burada. 19 dərəcədir. Və 1 dərəcəlik qövsün uzunluğu fikir versək burada qeyd etmişdir. 111 kilometrdirsə ekvatorda yerləşdiyi üçün 2775 kilometr buradan tapırıq 25 dərəcə. Yəni aralarında dərəcə fərqi burada, aralarında dərəcə fərqi 25 dərəcədir. K və L arasında dərəcə fərqi 25 dərəcədir. Düzdür? 25 dərəcədirsə əgər 25 dərəcədən 10 dərəcəni çıxıb tapırıq K məntəqəsinin coğrafi koordinatı olur 15 dərəcə qərb uzunluğu. Bu da oldu, baxın burada qeyd edirəm, K məntəqəsinin coğrafi koordinatı oldu 15 dərəcə qərb uzunluğu. Və bizə qeyd edir ki, K məntəqəsində yerli vaxt, M məntəqəsinin coğrafi uzunluğu. Yerli vaxtı tapırıq. Buradan 25 dərəcəni saata çeviririk, 25-15-ə bölürük. Buradan 1, qalıqda 10, 10 da yenə dəqiqəyə çeviririk. 1 saat 40 dəqiqə. 1 saat 40 dəqiqə edər. Və əgər 14:10-dan, çünki burada saat L məntəqəsində 14:10-dur, düzdür? Saat fərqi də 1 saat 40 dəqiqə oldusa, buradan tapırıq 12:30. Deməli, K məntəqəsində saat 12:30 edər. Digər məsələyə baxaq. Məsələ 57-yə baxaq. 40 dərəcə şimal enliyində yerləşən, aralarında vaxt fərqi 200 dəqiqə olan məntəqələr arasında məsafə xəritədə 42,7 santimetrdir. Xəritənin miqyasını müəyyən edin. 200 dəqiqəni biz çeviririk saata. Saatımız olur, buradan bayaqki kimi qeyd edirik, 3 saat 20 dəqiqə. 3 saat 20 dəqiqəni də çeviririk dərəcəyə. Dərəcəyə çevirəndə burada 45, burada 5, toplayanda 50 dərəcə. Deməli, aralarında dərəcə fərqi 50 dərəcədirsə və qeyd edir, çeviririk. Çünki bizə xəritədəki məsafə verilmişdir. Xəritədəki məsafəmiz 42,7 santimetrdir. Biz indi miqyas tapmalıyıq. Əgər 40 dərəcə şimal enliyində 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometrdirsə, 50 dərəcə x buradan tapırıq 4270 kilometr. 4270 kilometri də həqiqi məsafəmiz tapdıq 4270 kilometr. Xəritədəki məsafəmiz 42,7 santimetr. Miqyası tapmaq istəyiriksə, həqiqi məsafəni də bölürük xəritədəki məsafəyə. Buradan tapırıq 100 kilometr. Yəni 1 santimetrdə 100 kilometr.
İzahlı miqyası ədədi miqyasa çevirəndə 100.000-ə vururuq. Buradan tapırıq 1-in 10 milyona nisbətli xəritəni tapmış oluruq. Məsələ 58-ə baxaq. 58-də cavabımız demək ayrı verilmişdir. Amma istiqamət həll variantı bu cürdür. Meridian istiqamətində cənubdan şimala doğru hərəkət edən qatar 240 dəqiqə yol getmişdir. Bu müddət ərzində yer kürəsi qərbdən şərqə neçə dərəcə dönər? Meridian istiqamətində demək 240 dəqiqəni çeviririk saata 4 saat. 4 saat əgər 1 saatda 15 dərəcə dönürsə 4 saatda 60 dərəcə dönər. Deməli cənubdan şimala doğru 60 dərəcə dönər. Lakin burada qeyd edir ki, yer kürəsi qərbdən şərqə doğru. Burada doğru cavab 15 dərəcədir. Amma həll forması bu cürdür. Məsələ 59-a baxaq. A məntəqəsində gecənin uzunluğu 15 saat 20 dəqiqə olarsa, müvafiq olaraq günəşin çıxma və batma vaxtlarını qeyd edin. Çıxma və batma vaxtlarını qeyd edək. Günəşin 24 saatdan çıxırıq 15-20-ni. Qeyd edir ki, gecənin uzunluğu 15 saat 20 dəqiqədir. Biz gündüzün uzunluğunu tapmaq istəyirik. 23:60-dan çıxırıq 15-20-ni tapırıq gündüzün uzunluğunu tapmış oluruq. 8 saat 40 dəqiqəni tapmış oluruq. 8 saat 40 dəqiqəni də biz çeviririk. Dəqiqəyə çeviririk. Dəqiqəyə çevirəndə buradan 480 dəqiqə, 480 dəqiqənin üzərinə gəlirik 40 dəqiqə, tapırıq 520 dəqiqə, sonra bölürük 2-yə. Çünki gündüzün uzunluğu deyirsə, biz 2-yə bölürük, tapırıq 260 dəqiqə. 260 dəqiqə çeviririk saata, 4 saat 20 dəqiqə. Biz əvvəlcə nə edirik? 12:00-dan çıxırıq 4:20-ni. 12:00-dan üzərinə gəlirik 4:20 və günəşin həm çıxma vaxtı, həm də batma vaxtı burada qeyd olundu. Demək 11:60-dan çıxırıq 4:20-ni 7:40, bu oldu günəşin çıxma vaxtı və günəşin batma vaxtı. Buradan 12:00-ın üzərinə 4:20-ni gəlib tapırıq 16:20-ni. Deməli günəşin batma vaxtını tapmış olduq.